Salam dostlar, sizi Hacksmet Club verilişində salamlayırıq. Bu bizim ilk verilişimizdir. Hacksmet Club verilişi Hacksmet startupının sponsorluğu ilə çəkilir. Bugünkü qonağımız isə Könül xanım Mikayılzadədir, psixoloq. Necəsiz Könül xanım? Təşəkkür edirəm. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Mən də yaxşıyam. Könül xanım, biraz işiniz haqqında, işinizin çətinliyi haqqında məlumat verə bilərsiniz? Psixoloq olmaq haqqında. Psixoloq olmaq məsuliyyətli bir peşədir. Onun yaxşı tərəfləri və pis tərəfləri də var. Amma əslində kim necə, hansı tərəfdən yanaşır? Bəzi insanlar pul qazanmaq üçün, bəzi insanlar bunu sevərək həyata keçirir. Düzdür. Başa düşdüm. Sizə bəzi suallarımız olacaq. Suallarımızdan biri, ən böyük problemlərdən biri bizim necə desək, ölkədə bu problemlə çox qarşılaşırıq. İnsanlar psixoloji problemləri olarkən, depressiyada olarkən psixoloq yanına getməyi tərcih etmirlər. Psixoloqun yanına gec, ya vaxtından gec, problem yaranandan sonra və yaxud da Bu bilirsiniz necə? Bu dəyişir. Əslində biz bir neçə il bundan öncəyə baxsaq, əvvəl psixoloqa getmək biraz yaxşı sayılmırdı. Çünki sözün kökü psixdir. Psixiatr, psixoloq. Artıq o psix olduğuna görə bu bir dəli həkimi kimi yadda qalıb. Amma gənclər artıq məsələn bu gün biz baxsaq ki, müraciət edənlər daha çox gənc nəsildir. Orta nəsil çox nadir halda gəlir. Yaş nəsil heç gəlmir. Çünki onlar ümumiyyətlə psixoloq. Bizdə zaten ölkəmizdə psixologiya bu son 5 ildə daha çox inkişaf edib, təkmilləşdi. Əvvəllər heç universitetlərdə psixologiya fakültəsini sayan yox idi. Amma indi hamı psixoloq olmaq istəyir, istəkli şəkildə. Bəli, düzdür. Düzdür, bugünkü gündə bu son 5 ildə mən sizinlə razıyam. Psixologiya Azərbaycanda çox böyük inkişaf edibdir. Gənc nəsil artıq çəkinmir psixoloq yanına getməyə. Amma yenə də nadir hallarda da olsa bu şeylə qarşılaşırıq. İnsanların, yəni bu belə deyək, pasientlərinizin neçə faizi gələndə artıq gec gəlirlər, yəni gec vaxtı gəlirlər. Gecikirlər. Bəli. Psixoloqa gecikmirlər. Əslində gecikmirlər psixoloqa gələndə. Çünki ümumiyyətlə bilirsiniz necə? Bunlar nisbi anlayışdır. Məsələn, elə insan var ki, onun psixoloqa ehtiyacı var, özü bunun fərqində deyil. Elə insan var ki, psixoloqa ehtiyac duymur ümumiyyətlə, amma əslində getsə yaxşı olar. Elə insan var ki, o qədər fərqindədir ki, hər şeyin, o qədər hər şey gözəl dərk edir ki. Elə vaxt olur ki, məsəl üçün dostlar bəzən terapiya kimi gəlir insana. Amma burada problemlər dəyişir. Elə insan var, o gülən depressiya yaşayır. Gülür, danışır, amma əslində psixoloji problemləri var. Bəlkə də çox dərin dissimiyadadır. Dissimiya depressiyanın balasıdır bu arada. Belə suallarımızdan biri də həmin suallardandır. Bəzən belə bir stereotip var ki, insan nə qədər güclü görsənsə, demək o qədər içdən depressivdir. Və yaxud da psixoloji problemləri var, amma özünü güclü göstərməyə çalışır. Güclü insan, güclü görünən insan. Bəli. Güclü insanlar güclü görünməyə ehtiyac duymurlar. Amma bəzən insan həqiqətən içdən o qədər tükənir ki, amma onu güclü görünməyə məcbur qoyan səbəblər var. Güclü qalmalıdır, düşməməlidir, yıxılmamalıdır, olmaz. O insanlar tükənmişlik sindromu yaşaya bilirlər bəzən. Təkliyə çəkilirlər, inzivaya çəkilirlər. Daha çox tək qalmağa üstünlük verirlər. Hətta şəhərdən kənara getməyi seçirlər. Bu daha çox rast gəlinən bir durumdur. Hansı ki, adamın baxırsan status olaraq güclüdür, maddi olaraq güclüdür, amma təkliyi seçir. İntrovert. Bəli. Bu arada dəyişə bilir temperament tiplərinə görə. Elə insan var introvertdir, elə insan var ekstravertdir. Və elə insan var xolerikdir, elə insan var sanqvinikdir. Bu da xarakter tipləri rol oynayır bu arada. İntrovert insanların bugünkü gündə, yəni 2026-cı ildə nə vaxt ki sosial şəbəkələr daha çox inkişaf edibdir, nə vaxt ki insanlar daha çox cəmiyyət içində olmağı seçirlər. İntrovert insanlar üçün bu dönəmlər daha çətin deyilmi? Burada fərqlidir.
gündəmdə olmaq və cəmiyyətə qoşulmaq. Gündəmdə olmaq üçün cəmiyyətə qoşulmağa gərək yoxdur. Gündəmdə olmaq üçün bunu virtual şəkildə də həyata keçirmək olur. Sosial şəbəkələr vasitəsilə. Məni görün. Mən burdayam. Amma bu bir çərçivə əsnasındadır. Göstəridir sadəcə. O adam bəlkə də yəni sadəcə bunu qazanc vasitəsi olaraq istifadə edir. Ya da bu onun işidir. O göstərməlidir ki, mən varam, mən burdayam. Mən bu fəaliyyətlə məşğulam. Bəlkə də təkdir. Çox insan sosial şəbəkələrdə olduğundan güclü görsənməyə çalışırlar. Olduğundan belə desək, varlı Sosial göstərirlər. şəbəkə, anladım. Bəli. Sosial şəbəkələr almanın dişlənməyən tərəfidir. Yəni onlar ümumiyyətlə sosial şəbəkə nə göstərirlərsə göstərsinlər, almanın dişlənməyən tərəfini göstərirlər. Heç kəs almanın çürük, dişlənmiş tərəfini göstərmir və göstərmək istəməz də. Çünki kütlə gözəlliyi seçir. Göz oxşayan bir şey olmalıdır. Sosial şəbəkə budur. Bu sual daha çox mənə elə gəlir 90-cı illərdə dünyaya gəlmiş uşaqlar, gənclərdə daha çox qarşılanır. Valideyn travmaları, valideynin övladlarına getirdiyi travmalar. Məsəl üçün, sən bunu bacara bilməzsən sözü və yaxud da kimisə misal göstərmək, bu onu eləyə bildi, amma sən edə bilmədin. Valideynlər bilirsiniz necə baxın, bir ailədə 3 uşaq dünyaya gəlir və üçü də eyni ailə atadan, anadandır. Üçü də eyni, yəni mühitdə böyüyürlər. Amma zaman keçdikcə o uşaqlardan biri fərqli bir status əldə edir ailədə, daha uğurlu olur, daha müvəffəqiyyətli olur. Amma digərləri elə olmur. Burada indi biz götürsək desək ki, valideyn günahı, valideynlərimiz də bir dəfə yaşayır. Onların 5-ci valideynliyi deyil, 2-ci valideynliyi deyil, onların da 1-ci həyatıdır. Bəzi insanlar öz uğursuzluqlarını valideynin üstünə atırlar. Amma yəni insan bir yaşdan sonra, götürək məsəl üçün 18 yaşdan sonra artıq dərk edir həyatı. Ailə travmaları var, ana, ata falan, tamam, bunlar çoxdur. Amma əgər o öz məsuliyyətini başa düşürsə, o bilirsə ki, məsələn, belə deyək ki, valideynin o göbək bağından qurtula bilibsə, artıq həyatda öz yerini tapacaq. O uşaqlar ki, o yəni yeniyetmələri deməyək də, götürək Gənclər, yetkin insan. Hələ də valideyni günahkarlandırırsa, o hələ də o göbək bağını qıra bilməyib deməkdir. Yəni valideyn tamam, elə insan var ki, o yaşadığını yaşatmır. Deyir, mən yaşamışam, uşağıma bunu yaşatmayım, daha gözəl həyat verim. Elə valideyn var ki, deyir, mən əziyyət çəkmişəm də, niyə də o əziyyət çəkməsin? Mən əziyyət çəkmişəmsə, o niyə üçün bu həyatı yaşamalıdır ki? Qoy o da əziyyət çəksin, hətta əziyyət çəkməyə lazımdır. Əziyyət çəkmək lazımdır demək başqa bir şeydir, əziyyət çəkmək başqa bir şeydir. Zaten həyat hər kəs üçün güllük gülistanlıq olmur. Hər kəs o tikanlı yoldan keçir, olğunlaşmağa doğru gedir. Yəni deyir, bizim bir sözümüz var, evladımın taxtını qurdum, baxtını qura bilmədim. Elə adam var ki, deyir ki, uşağı niyə qudurdursan? Niyə bu gün onun üçün bu qədər gözəl həyat sərg edirsən? O əziyyət çəksin, əziyyət görsün. Mən bilmirəm mənim uşağımın gələcəkdə həyat hansı sürprizləri hazırlayıb deyək. Niyə mən ona yaxşı həyat verməyim ki? mən də bir fikrimi paylaşım. Düzdür, bu fikir subyektiv fikirdir. Amma razı olmasaz düzəliş edərsiniz, zəhmət olmasa. Mən belə deyim, hardasa valideyn travması ilə düzdür, hər cürə situasiya ola bilər, hər cürə həyatda hər problem yaşana bilər. Ola bilər ki, hansısa bir travma yetirə bilərlər, amma çox vaxtı bizim həmin vaxtda travma kimi gördüyümüz bir şey gələcəkdə özümüz anlayırıq ki, yəni bu travma deyil, əslində düz idi. Sadəcə həmin vaxt mənə sərf etmirdi deyə mən onu travma kimi gördüm. Amma böyüdükcə, vaxt keçdikcə sən fikir verirsən ki, düz deyirlər. Biz həyatda təcrübələr zaten insanı nəyin əyri, nəyin düz olduğunu göstərir.
Əgər biz bu gün valideynlərimizi günahkarlandırsa, hər kəsin valideyni səhv eləyə bilər. Mütləq ki, eləyir də. Valideyn öz aləmində doğru ola bilər, düzgün düşünə bilər, amma o an üçün o ailə dediyimiz yer bütün pisliklərin yaxşı niyyət altında olunduğu bir yerdir. Belə də ola bilər. Onun o an məqsədi, niyyəti sənə pislik eləmək deyil. Amma pislik eləyir, xəbəri yoxdur. Buna görə biz valideynimizi günahkarlandırmalıyıq. Xeyr. Valideynə nifrət, kin insanın həyatına, maddi durumuna, münasibətlərinə, hər şeyə təsir edir. Bunları bağışlamaq ən yaxşısıdır. %100 sizinlə razıyam. Sevgi deyilən bir şey, bu çox vaxt bəzi insanlara görə sadəcə psixoloji ehtiyacdır. Yəni elə qarşılayırlar ki, sevgi deyilən bir şey psixoloji ehtiyacdır. Siz bu fikirlə razısınız? Sevgi, bilirsiniz necə, insan var ki, sevmək üçün sevir. Sevmək üçün sevir. Onu sevmək ona xoşdur. O sevgidə əziyyət çəksə də, çəkməsə də, hər şey yaxşı olsa da, amma o yenə də o əziyyətə rəğmən sevməyi seçir. İnsan var ki, sevilmək üçün sevir. Sevilməyə ehtiyacı var, ona görə də sevir. Və burada qarşı tərəf ona istədiyini verməyəndə artıq orada bir toksikləşmə baş verir. Bunun fəlsəfi bir də psixoloji tərəfləri var. İnsanlar bəzən kimisə obrazlaşdırırlar və obrazlaşdırdığını sevir. Əslində o insandan gözləntiləri, o insanın ona verə bilməyəcəyi şeylərdir. Amma o qədər onu müqəddəsləşdirir, o qədər onun gözündə ilahiləşdirir və ona aşiq olur. Bu artıq obraza aşiq olmaqdır. Adamın o bayaq dediyim kimi sevməyə ehtiyacı var. Adam sevməklə qidalanır. Sevmək üçün yaranıb bu insan. Artıq o bilirsiniz necə Leyli Məcnunda da Füzulinin Leyli Məcnunda artıq Məcnunun Leylini deyil də onun bir ilahiyə olan sevgisini göstərir yazıcı. Burada da elədir. Bəzən insan sevir, ömürlük sevir və bir qadına aşiq olur axıra qədər. Bu yaxında mən belə bir paylaşım da görmüşdüm. Hətta yazmışdım ki, obrazlaşdırdığını ilahiləşdirib sevir. Mənlə razı olanda oldu, olmayanda oldu. Sevgi əgər bilirsiniz, baxın, gəlin biz sevgini biraz açaq. Tutalım ki, məsələn, iki insan sevib evlənir. Sonra bir müddət sevgi bitir. Orada başlayır problemlər yaranmağa və bu insanların üzərinə düşürlər ki, siz axı sevib evlənmişdiniz. Sən axı bu adamı sevmişdin. Bu danışmışam da bu barədə hətta. Maraqlar itməyə başlayır. Sevgini, ailəni götürək də. Sevgi nədir? Birləşməkdir. Bu da ailəyə gedir. İndi hər kəsin sevgisi müvəffəq olmaya bilər. Amma bu adam fakt bu insanla bir evin içindədir. Axıra qədər getməyə bilir. Dağıla bilir bəzən hər şey. Niyə? Çünki o insanların ortaq tərəfləri yoxdur. Bir müddət bir-birlərinə aşiq olublar, obrazlaşdırıblar, bir-birlərini seviblər, uyğundular və sonra uyğunsuzluq yaranır. 2 ilə 3 ilə uyğunsuzluq yarana bilir. Fredrik Bekbeder deyir ki, məhəbbət 3 il yaşayır. Onu oxumuşam onu. Harsa düz deyir. Məhəbbət 3 il yaşayır. Razıyam. Çox razıyam. Sevgi 3 ildən sonra azalmağa doğru gedir. Onu saxlayan nə olur? Hörmət, dəyər. Onların ümumi sosial zəkalarının eyniliyi. Yəni sosial zəkalar eynidirsə, artıq orada dostluq başlayır. Sosial zəkanın eyni olmağı bir-birlərini anlamaq deməkdir, bir-birlərinə empatiya duymaq deməkdir, bir-birlərinin fikirlərinə, o konfor zonalarına hörmət etmək kimi bir şeydir. Amma yox, qısqanclıqlar varsa, orada yersiz qısqanclıqlar varsa, onların bir zamankı o sevgisinə mütləq ki, təsir göstərir və orada artıq toksikləşməyə başlayır hər şey və bir-birlərinə bezirlər. Bəzəndən sonra nə oldu? Biz ayrılırıq və ayrılanda deyirlər ki, nə oldu? Siz bir-birinizi sevirdiniz axı. Yəni məsələ tək sevmək deyil də. Sevgi ilə hər şey bitmir. Sevgi birinci yaranır və o hara aparır hər şeyi? Etiraz.
Ehtiras da bitən bir duyğudur. Ehtiras həmişəlik qalan bir duyğu deyil. Əsas odur ki, ehtirasdan sonra nə olacaq? Nə qalır ortada? Hörmət yoxdursa, dəyər yoxdursa, ortaq bir maraqlar yoxdursa və sosial zəka eyni deyilsə, onlar bir-birləri üçün lap belə Leyli Məcnun kimi sevmiş olsalar belə o bitəcək. Ruslarda səhv etmirəmsə elə bir anlayış var. Rozovaya ki, yəni çəhrayı eyni. Roz və açki, başlanğıclar Başlanğıc həmişə həmişə elə hormonlar başlayır. danışır. Hormonlar danışanda elə yox odur. Bu mənim adamımdır. Bu tam da mənlikdir. Heç bir mənfi tərəfini görmür qarşıda. Bəli, bəli. O onun heç bir səhvlərini görmür. Hətta gözünə pəmbə, yox. Çəhrayı açki geyinir ki, yox da, yəni onun səhvlərini belə görmür. Yəni, o qədər olur ki, insan məsələn mən cütlük terapiyalarında rast gəlirəm. Gəlirlər, məsələn onlar bir-birlərini seviblər. Artıq bir uzun müddətdir ki, bir yerdədirlər. Ailə qruplar, evladları olub. Amma boşluqdadılar hər ikisi. Qısqanclıq var ortada, yoxdur. Ya da hədsiz qısqanclıq var ortada, yersiz qısqanclıq var ortada. Yəni o qısqanclığın da səviyyəsi var da. Bezdirici bir qısqanclıqdırsa, çox bərbad olur hər şey. Çünki o duyğu dağıdıcı bir duyğudur. Amma əgər ki onlar ortaq bir dəyərləri varsa, yəni danışılacaq mövzuları varsa, maraqları eynidirsə, o gedir. Təzədən yarana bilir. Və hörmət dəyər üzərində qurulur. Əslində bunlar hamısı belə desək, o sevgi bitəndən sonra bəli, hörmətdir, dəyərdir. Ən əsas şeylərdən biri də şəxsən mənim subyektiv fikrimdir. Kompromisə getmək lazımdır. Ola bilər ki, sənin nə isə bəyənməyəsən. Bir tərəf anlayışlıdır, digər tərəf anlayışlı deyil. İndi gəlib çıxacaq orada narsistlərə. Narsistlərlə heç bir halda sən onlardan anlayış gözləyə bilməzsən. Onlar heç bir halda özlərinin haqsız olduqlarını oturub düşünməyəcəklər belə. O insanla nə qədər də kompromisə çağırsan alınmayacaq. Və Azərbaycanda demək olar ki, insanların bəlkə də 60% narsistdir. Narsistlik hamımızda var əslində. Amma o artıq həddini aşanda orada tipik və atipik narsistlər var. Məsələn, tipik narsistlər hər zaman haqlıdılar, heç bir zaman günahları olmur və insanları manipulyasiya edərək həyatlarında saxlayırlar. Amma atipik narsistlər bəzən bu borderline-la da qarışdırıla bilir. Məsələn, atipik narsist özünü qurban kimi göstərə bilir. Qurbanını o cür əlində saxlayır. Özünü eyni zamanda qurban. Yəni mən bunun üçün, bu vəziyyətə düşdüyüm üçün bunu etmək zorunda qaldım. Bu bir manipulyasiyadır. Amma o barədə mən razıyam. Yəni şəxsən bizim respublikada 60% insan narsistdir. Bəli, qadınlı kişili. Bəli. Yəni bu narsistdə tək kişilər nəzərdə tutulurlar? Yox. Qadınların narsisti daha betər olur. Bizim üçün ən maraqlı olan suallardan biri. Mən bunu bilmirəm, baxmısınız ya yox. Hannibal serialında Lektar Hannibalın həyatı haqqında, yəni əslində olmayan bir personajdır, amma onun haqqında bir serialda görmüşəm. O özü psixoloqdur və o pasientləri yola salandan sonra özü başqa bir psixoloqun yanına gedir dərdini danışmağa. Bu düzdür yoxsa? Siz necə? Erdən elə bilirlər ki, psixoloq süni zəka, süni intellekt. Amma elə deyil. Psixoloqun problemi ola bilər, o da hirslənir, evdə uşaqlar onu incidə bilir, yəni problemlərlə rastlaşa bilir, dilema arasında qala bilir. Belə siz bu nəyə oxşuyur? Elə bir diş həkiminin dişi ağrıyır. O bilir ki, onu necə çəkmək lazımdır. Bilir ki, ora hansı dərman vurulmalıdır, hansı alətlə o çəkilməlidir. Ya da necə müalicə olunmalıdır. Hər bir halda istəyir ki, getsin həkim eləsin də, bunu stomatoloq eləsin. O özü bunu düzgünlə çəksə bəlkə də düzgün eləməyəcək. Psixoloq yanına gedib, psixoloqlar əslində psixoloqa müraciət etməli. Onların onsuz da ətrafında psixoloqlar olur. Yəni həmkarlarımız var da. Biz superviziya keçirik. Məsələn, həkimlər konsilium eləyir, bir problemi ortaya qoyur və hər kəs öz fikrini bildirir. Burada bir neçə psixoloq olmasa da bir psixoloqla bir məsələni ortaya qoyub, bir problemi ortaya qoyub, onu
superviziya edirik ki, məsələn, bunu necə həll etmək olar, ya da bu arada mən necə etməliyəm, duyğularımla mı hərəkət etməliyəm, yoxsa məntiqimlə mi hərəkət etməliyəm. Zaten bunun mən fərqindəyəm, bilirəm, amma dəstək önəmlidir. Yəni Hannibal düz edib bu arada. O serialda çox şey düz etmir, amma onu düz edir. Məhz onu düz edib, hə. Bu ən maraqlı suallardan biri idi. Şəxsən mənim üçün də çox maraqlı idi. Çünki nə də olmasa pasient gəlir, danışır dərdini. Həmin o dərd siz ona kömək olduqca həmin o dərd sizi belə desək bir basqı kimi yığılır. Siz o problemləri, ancaq problemləri eşitmək. Təəccüblənmirəm əslində. İnsanların mənə dediyi heç bir problem məni təəccübləndirmir. Bilmirəm, bu bəlkə də psixoloq olmağımla əlaqəli bir durumdur. Yəni deyim ki, ay mən niyə bunu eşitdim? Vay, həyatda gör nələr var. Yox. Bu da təcrübədir də. Yəni eşidə nə vaxtsa demişəm bunları. Artıq təkrar olduğu üçün adi bir hala çevrilib. Amma bəli, vampir insanlar var. Aurası ağır insanlar var. Onların danışarkən gözlərinin içinə baxanda insan necə hiss edir ki, onun enerjisi gedir. Çünki psixoloqlar göz kontaktı ilə çalışırlar. Yəni birbaşa gözə baxmaq lazımdır. Və bəzən görürsən ki, enerji gedir. Var bəli elə enerji vampirləri var, hansı ki söhbət edir. Amma biz bunu nə ilə sublimasiya edirik? Pulla. Olubmu ki, hansısa bir pasient çox belə desək ağır bir situasiya yaşayıb və siz belə çarəsiz qalmısınız ki, ona psixoloji dəstək olasın. Ağır bir situasiya, əgər orada psixoloqun edə biləcəyi nəsə varsa, sözsüz ki, psixoloq kömək edir. Amma psixiatriyalıq əgər orada nəsə varsa, artıq o psixiatra müraciət etməlidir. Məsəl üçün çox ciddi problemli insan gəlir bizə və bizdən ya da kimsə onu gətirir. Mən baxıram ki, məsələn, bu mənim xəstəm deyil. Ümumiyyətlə pasientlərə biz pasient deyirik də, bu da doğru deyil. Bu müraciət edən adam mənim yanıma gəlməməlidir, getməlidir psixiatrın yanına. Çünki burada artıq medikamentoz müayinə mütləqdir. Ona dərman yazılmalıdır, dərman qəbul etməlidir. Bəzən olur ki, antidepressant qəbul edirlər, amma eyni zamanda da paralel olaraq psixoloqla çalışırlar. O başqa bir şeydir. Sosial problemdirsə əgər, mənim problem həll etmək kimi bir iqtidarım yoxdur onsuz da. İnsanın, müraciət edən insana sadəcə yollar açılır qarşısında. Psixoloq nə edir də? Yəni bu arada psixoloq kömək edir ki, bu insan dərk etsin. Bu insan fərqində olsun. Baxa bilsin, rahat pəncərədən baxa bilsin. Yəni bir durumdur, o nə edəcəyini bilmir, qərarsız qalıb. Psixoloq məsləhət vermir. Mən ona demirəm ki, get bunu belə yox, belə et. Mən ona göstərirəm ki, sən necə etməlisən və sənin üçün necə etsən yaxşı olar. Gəl baxaq, seçim edək bərabər. Və o danışdıqca artıq başa düşür ki, o harda yanlış edib, ya edir, etməməlidir. Ya da bundan sonra necə etməlidir. Dərk edir. Fərqində olandan sonra artıq bir qarşısında bir vizualizasiya yaranır. Hə, demək ki, mən ona kömək etmiş kimi oldum. Və bu tək mənim tərəfimdən olan bir şey deyil. Qarşı tərəfdə inisiativ göstərməlidir. O həqiqətən pis elə insanlar var ki, onlar sevirlər problemi. Nə qədər də göstərirsən ki ona, əslində sən bunu belə yox, belə düşünsən daha yaxşı olar, daha geniş baxarsan da hər şeyə. O gedir, sabahsı gün gəlir, yenə də eyni şey deyir. Burada nədir? Artıq öz problemini sevən insanlar var. Drama queenlər var, drama şahzadələri var. Onlar hər şeyi dramatikləşdirirlər. Onlara kömək etmək biraz çətin olur. Çünki onlar o halı sevirlər, o vəziyyəti sevirlər. Boynlarını almırlar. Yox, fərqində olmuş olsalar belə, o hal onların xoşuna gəlir. Orada qalmaq yaxşıdır. Mən bir kitab oxumuşdum, psixologiyaya aid. Orada yazılmışdı. Tam olaraq kitabın adı yadımdan çıxıbdı, nə idi? Amma indiyənə kimi yadımdadır ki, yəni orada bir belə desək sitata var idi ki, psixoloq ilk işin 50% o vaxt olur ki, pasient öz problemini boynuna alır. Əgər pasient problemi boynuna almırsa, ona dəstək olmaq çətindir. Əslində psixoloqa gələnlərin 90% səmimi olur. Psixoloqa gəlib, o gəlir ki, probleminə çarə tapsın, həll edə bilsin. Gizlədənlər olur,
Bu seans başqa şeylər danışılır. Gələn seans isə açırsan ki, sən demə bunun altında başqa şeylər var imiş və yalan da var. Əslində özünü aldatmaq da var. Nə dedik bayaq? Çəhrayı eynəyi də var. Və onlar seanslarda bunları aydınlatmaq olur. Yəni başa düşmək olur. Amma demək olar 80%, 80% səmimidir. Danışırlar. Danışmayanlar da olur. Heç danışmayanlar da olur. Çünki onu kimsə gətirib ora. Öz istəyi ilə gəlmir. Və buna görə də o özləri öz seçimi ilə psixoloqa müraciət edənlər daha səmimidir. Nəinki kimsə onları gətirib. O insanlar çox vaxt səmimi deyil. Məcburi gələnlər səmimi olur. Sadəcə gəlib ki, mən gəldim psixoloqa və adam bilsin ki, mən gəldim. Sonra deyir və gəldim də nə oldu ki? O nə qədər səmimi ola bilər orada? Düzdür. Mən də həmin şey, yəni həmin insan boynuna almır, yəni məcburi gətirilən bir insan əgər boynuna almasa ki, psixoloji bir problemi var, o insana kömək olmaq. Yox, o heç ümumiyyətlə ora yardım üçün gəlməyib. O sadəcə psixoloqa gəlmək üçün gəlib və qarşı tərəfə göstərir ki, mən gəldim. Və amma o özü istəmir ki, ona psixoloq kömək eləsin. Buradan elə tip insanlara səslənirik, elə bir şey etməyin. Bəzən olur ki, insanlar özlərini daha yüksək tuturlar. Hansısa bir, belə desək, ego. Daha egoist olurlar. Bacarmadığı bir şeyi belə mən bunu bacarıram deyir. Bəzi insanlar da var ki, hansı ki bacarır, doğrudan bacarır bunu. Amma onu boynuna almır. Deyir, yox, mən bunu edə bilmədim. Ya edə bilmirəm. Bu tip insanlar necə adlandırılırlar, necə ad vermək olar belə tip insanlara? Özünü sevən insan kimdir? Özünü sevən insanlar bəzən iki yerə ayrıla bilir. Məsələn, elə insan var ki, ortalığa bir yemək qoyulur, ancaq çalışır ki, o yeməyi yesin, kənardakı insanlara heç nə qalmasın, paylaşmır. Ya da hər şeyi mənimsəməyə çalışır. Kənardan bu özünü sevən insan kimi görsənir. Yəni cəmiyyətdə belədir. Amma xeyr, o insanlar özlərini sevən insanlar deyillər. Özünü sevən insan kimdir əslində? Bunu danışaq, sonra keçək o birisinə. Sərhədlərini qoruyan insan, hörmətsizlikdən qaçan insan, özünü sevən insan, insanları sevən insan. Çünki baxın, özünü sevməyən insan insanları sevə bilməz. Paylaşımcı ola bilməz. O az öncə dediyimiz hansı ki, hər şeyi mənimsəməyə çalışır ki, buna bəzən özünü sevən insanlar deyirlər. Ancaq onun istədikləri, o doysun, digərləri doymasa da olar kimi. İnsanlar özlərini sevən insanlardır. Onlar acgöz deyək, hayasız deyək, burada özünü ancaq düşünən biri ola bilər. Amma özünü düşünmək, özünü sevmək deyil. Egoist insanlar var, çoxdur. Narsist, egoist, yəni sinonimdir bu sözlər. Bu insanlar çox vaxt ətrafında olan insanlar tərəfindən yaxşı qarşılanmırlar. Yəni onlara qarşı həmişə pis təsəvvür olur. Yəni yaxşı qarşılanmır həmin insanlar. Bu insanlar onun fərqinə varırlarmı? Yəni bu insanlar onu hiss edirlər, yenə dəyişmirmi, yoxsa onlar üçün yəni problem yoxdur. Yəni belə bilirlər, bilsinlər mən ən əlayam, ən yaxşı. İnsan şəxsiyyət olaraq formalaşır. Və təbii ki, xarakter dəyişmir, temperament tip dəyişmir, amma insan dəyişir necə? Düşüncə tərzi dəyişdiyi üçün həyata baxış açısı dəyişir və insanlara qarşı münasibəti dəyişir. Az öncə biz özünü sevən insanlardan danışırdıq. Məsələn, özünü sevməyən insan heç vaxt insanları sevə bilməz. Canlıları sevə bilməz, bəşəriyyəti sevə bilməz. Ancaq özünü fikirləşəcək, özünü düşünəcək. Amma özünü sevən insanlar paylaşımcıdır. Onlar digərlərinə də kömək etmək istəyəcək. Tikəsini böləcək deyək. Ancaq özünü düşünməyəcək ki, mən özümü sevirəm, bunu mən ancaq özüm yeməliyəm. Bu onlar üçün deyil. Mən düz başa düşdüm, yəni egoist əslində özünü sevmir. Özünü sevən insan olsa... Yox, egoist insan özünü sevən insan deyil. Bilirsiniz, o
egoistliyin içində biraz acgözlük var. Mənimçildir. Yəni Mənimcil, ay sağ ol. Mənə aid olsun. Bəlkə də o xarab olacaq, amma götürür onu ki, qoy xarab olsun amma məndə qalsın. Egoizm biraz buna bənzərdir. Egoistlik eyni zamanda ego sözüdür, düzdür? Ego mən anlayışını göstərir. Amma mən anlayışı tək sən ancaq özünü düşünməkdən ibarət deyil. Tək mənə aid, sən tək heç nə eləyə bilməzsən. Heç bir şey eləyə bilməzsən. Mütləq ki, sən paylaşmalısan ki, bir şeyləri paylaşmalısan ki, sən əldə nəsə edə biləsən. Yəni bunun fəlsəfəsi budur. Egoist sözü ona görə oradan gəlir. Ki bir filankəs egoistdir, ancaq özünü fikirləşir. İnsan burada nə çıxır? Burada çıxır ki, bəs paradoks yaranır. Psixoloqlar deyir ki, öz-özü sevin, öz-özə dəyər verin. Psixoloqlar demək istəyir ki, öz-özü sevin, öz sərhədlərinizi qoruyun. Sizin qərarlarınız daha önəmlidir və cəmaatın fikrini o qədər də önəmsəməyin. Sizin haqqınızda düşündüklərini önəmsəməyin. Yəni özünüzü sevin sözünün əslində açsaq, orada çox şaxəli mənalar çıxacaq. Amma özünü sevmək sərhədləri qorumaqdır, insanları sevməkdir, bəşəriyyəti sevməkdir, tək özünü düşünməməkdir. Özünü sevmək budur. Son sualımız belə olacaqdır. Özünüzə bir cümlə desəydiniz, nə cümləsi qurardınız? Əslində bu şablon ola bilər, təkrar ola bilər. Biz bunu çox eşitmiş ola bilər, amma mən bu sualı, daha doğrusu bu cümləni dərk edərək deyirəm ki, səni öldürməyən şey səni daha güclüdür. Yəni bunu tam dərk eləyərək deyirəm. Bu Nietzsche'nin cümləsidir, qəşəng cümlədir. İnsana yaxşı təsir edən bir cümlədir, amma bunu bir də dərk etmək başqa bir şeydir. Düzdür və bu gözəl cümlənin nöqtəni qoymaq çox gözəl oldu. Yəni bundan gözəl cavab eşidə bilməzdik. Çox sağ olun, çox təşəkkür edirik Könül xanım gəldiyiniz üçün. Sizə son olaraq Haksmet proqramı haqqında məlumat vermək istərdim. Haksmet həkimlərin, klinikaların, apteklərin toplandığı bir platformadır. Web və telefon proqramıdır. Orada həkimlərin, həmin platformada həkimlərin, klinikaların ulduzlama sistemisidir. Ondan sonra pasientlərin kommentariyalarıdır və s. toplanıb. Daha rahat istifadə etmək üçün, daha rahat növbə götürmək üçün, həkimlər haqqında məlumat almaq üçün yaradılmış bir platformadır. Sizcə belə bir platforma olması yaxşıdır, yoxsa bir fikrinizi öyrənmək? İnsanlar bu dəqiqə nəsə axtaranda, hər bir halda orada axtarış verirlər Google-da. Orada nə çıxırsa, onun üzərindən gedirlər. İndi heç kim yəni başqa yollarla axtarmır. Hamısı veb saytlarla axtarışdadır. Məncə maraqlı bir layihədir. Siz özünüz belə bir mən nə isə axtaranda, əlbəttə, axtaranda əgər orada rahat çıxırsa, mənə ən asan informasiya hardan gəlirsə, mən anında ora müraciət edirəm.